Afrika və Yaxın Şərq. Bütün dünya elm adamları bilir ki, Afrika qitəsi axırıncı insan nəslinin ayaq basdığı ilk torpaqlardır. Bu qitədə yer kürəsinin ən böyük tarixi abidələri, ən qədim yaşayış yerləri, ən böyük qədimi hava limanı yerləşir. Yer kürəsinə ilk qədimi dövlət bu qitədə qurulub. Bu qitədən bütün dünya idarə olub. Buzdaşma dövründən sonra yer kürəsinə baş vermiş dünya inqilabı bu qitədən başlanıb. Buzdaşma dövründən sonra bu qitənin xalqları şimala buzdan azad olmuş torpaqlara köçməyə başladılar. Bu köçmənin ilk anlarında xalqlar Yaxın Şərq və Şimali Afrika qitəsində məskunlaşırlar. Sonra buzdan azad olmuş şimal torpaqlarını Anadoluya, Cənubi, Mərkəzi, Şimali Avropa torpaqlarına, Orta Asiya, Şimali Asiyaya köçüblər. Buzdaşma dövründən sonra şimala köçən xalqlar ilk dövləti müasir İraq torpaqlarında qururlar. Bu dövləti sarı irqin nümayəndələri, yəni türklər və ağ irqin nümayəndələri, yəni Avropa xalqlarının əcdadları qurublar. İlk dövlətin İraq torpaqlarında qurulmasının öz səbəbləri var. Bu torpaqlar buzdaşma dövründən sonra insanların ayaq basdığı ən münbit torpaqlardır. Bu torpağın adı Mesopotamiya olub. Bu adı bu torpaqlara ağ irqin nümayəndələri qoyub. Bu torpağın Mesopotamiya adı ağ irqin dilində olub. Tərcüməsi türk dilində su basan sah deməkdir. Həqiqətən bu torpaq sahələrini buzdaşma dövrünün yay aylarında su basıb, qış aylarında qar buz örtüb. Yay aylarında dağlardan gələn su bu torpaqlara çoxlu minerallar, münbit torpaqlar, çöküntülər və gil gətirib. Bu səbəbdən bu torpaqlar əkin üçün çox yararlı olub. Elə bu səbəbdən buzdaşma dövründən sonra böyük ilk əkinçilik bu torpaqlardan yaranıb. Bu böyük əkinçiliyə söykənərək insanlar ilk dövləti bu torpaqlarda yaradıblar. Müasir dövrdə elm adamları, tarixçiləri bu dövləti Şumel adlandırırlar. Maraqlısı budur ki, türk dövlətlərinin elm adamları, tarixçiləri bu fikirlə razılaşırlar. Mən başa düşürəm, başqa xalqların elm adamları, tarixçiləri bu sözün mənasını başa düşmürlər. Ona görə də Şumel sözünü qəbul edib onun dövlət olduğuna inanıblar. İndi isə Şumel, daha doğrusu Sum-el sözünün izahatını verək. Sonra bu sözə söykənərək bu torpaqlarda yaranan dövləti öyrənək. Şum-el təmiz türk sözüdür. Bu ad iki türk sözünün birləşməsindən ibarətdir. Bu adda birinci olan şum sözü türk dilindədir. Türklər torpaqlardan istifadə edərkən onun alt hissəsini yuxarı hissəsinə çevrilməsinə şum deyir. Bu söz bütün dünya türklərinə, istər Amerika, istər Asiya, istər Avropa, istər Afrika qitəsində yaşayanlara aiddir. Bu adda ikinci olan el sözü türk dilində olub, insanların yığcam halında yaşadıkları torpaq sahələrinə və bu torpaqlarda qurulan yaşayış məskənlərinə deyilir. Deməli, bu sözün, yəni şumel sözünün mənası türk dilində eli, obası şumlanan, yəni əkilən torpaq sahəsi deməkdir. Doğrudur, bu torpaqların ruzili bərəkətli sahəsindən götürülən bal məhsula görə bu torpaq sahələrində dövlət qurmaq mümkün olub. Bu bol məhsulun sayəsində həm xalq dolanıb, həm də dövləti quranlar, həm dövlət işçiləri, həm də bu dövləti qoruyan hərbi güc. Bu torpaqlarda qurulan ilk dövlətin adı Asir olub. Bu dövlətin Asir adının açılışını, izahatını yuxarılarda vermişik. Asir sözü türk dilində olub, mənası türk dilində açıq, yəni bağlı olmayan, bilinən sir deməkdir. Bu söz, yəni Asir sözü, Yaxın Şərq torpaqlarında olan və buzdaşma dövründən qabaq salınan yaşayış məskənlərində tikilmiş böyük, gözəl sarayların xarabazarlığına görə yaranıb. Buzdaşma dövründən sonra Afrika qitəsində yarı qul halında yaşayan xalqlar bu torpaqlara köçəndə 1-ci Afrika qitəsinin şimalında yerləşən böyük tikililəri görüb, ona sir kimi baxaraq Misir, Mir-Sir adını veriblər. Mir-Sir ağ və sarı irqin dilindədir. Sonra şimala köçən xalqlar bu torpaqlarda dağıdılmış sarayların xarabazarlığını görəndə bu tikiliyə baxaraq ona açıq, yəni görünən sir adını veriblər. Buzdaşma dövründən sonra bu torpaqlara köçən xalqlar və türklər bu torpaqlarda yaranan dövlətin adını da torpağa uyğun Asir adı veriblər. Biz bu araşdırmadan gördük ki, Şumel dövlət adı yox, torpaq adıdır və bu torpağın ilk sakinlərindən biri türklərdir. Buzdaşma dövründən sonra torpaqların buzdan azad olması davam elədikcə insanlar da şimala köçərək torpaq sahələrini böyüdürlər. Bu torpaq sahələri böyüdükcə Asir dövlətinin də əhatə dairəsi böyüyür. Biz bu xəritədən görürük ki, Asir dövlətinin sərhədləri şimaldan Qaradənizə, Qafqaz dağlarının cənub ətəklərinə, şərqdən müasir Pakistan və Əfqanistan torpaqlarına qədər uzanır. Bu xəritədə göstərilən sərhədlər Asir dövlətinin yaranması təxminən bizim İrandan əvvəl 15-14 min illiyə təsadüf edilir. Biz bu xəritədən görürük ki, Asir dövlətinin sərhədləri qərbdən Atlantik okeanından, şimaldan Avropa qitəsinin cənubuna qədər, şərqdən Hindistan torpaqlarına qədər, cənubdan Şimali Afrika, Əfqanistan torpaqları daxil olmaqla Hind okeanı
okeanına qədər uzanan böyük bir sahəni əhatə eləyir. Bu sərhədlər Asir dövlətinin təxminən bizim eradan əvvəl 14-13 min illərə təsadüf edilir. Bu dövlətin başında sarı və ağ irqin nümayəndələri durub. Bu iki xalqların sayəsində bu dövlət yaranıb, inkişaf edib və yaşayıb. Dövlətin böyüyüb inkişaf dövründə dövlətin bu torpaqlarında əkib becərilən torpaq sahələri də böyüyür. Bu əkilib becərilən torpaq sahəsinin böyüməsi ilə əlaqədar Şumer sözünü iri əkin sözü əvəz eləyir. Sonralar iri əkin sözü yuvarlaşaraq iri ək və ən sonda iri ak halına düşüb. İri əkin adı da iki türk sözünün birləşməsindən ibarətdir. Bu adda birinci olan iri sözü türk dilində olub mənası böyük, geniş deməkdir. Bu adda ikinci olan əkin sözü türk dilində olan mənası torpağın əkilib becərilməsi deməkdir. Bu torpaqlarda buzdaşma dövründən ilk yaşayış məskəni salınıb. Sonralar bu yaşayış məskəni bir ev halından şəhər halına gəlib. Müasir elm adamları bu yaşayış məskəninə yer kürəsinə ilk şəhər olduğunu sayırlar. Bu şəhərdə ilk sayılan ev adı gildən hazırlanmış çiy kərpicdən olub. Bu çiy kərpicdən salınmış yaşayış məskəninin ilk şəhər sayan elm adamları, tarixçiləri yəqin Aralıq dənizinin kənarlarında, yaxın şərq torpaqlarında, Misir torpaqlarında böyük, ağır çəkili mərmər daşlardan salınmış şəhərlərdən xəbəri olmayıb. Bu yer kürəsinə ilk şəhər sayılan yaşayış məskəninin adı Ev-Fıratadır. Bu yaşayış məskənində ilk dəfə ev quran türk olub. Buzdaşma dövründən sonra hələ bu torpaqlardan, yəni Mesopotamiya torpaqlarından suyun nəmliyi qurumamış Afrika qitəsindən köçən türk tayfasının atası ilk dəfə bu torpaqlarda məskən salır. Bu türk atası bu nəmliyin sayəsində olan gildən özünə ev qurmaq üçün çiy kərpicdən tikinti materialı hazırlayır. Bütün türk dünyası bu çiy kərpicə fır deyirlər. Fır sözü müasir dövrdə türk dünyasının çox yerlərində işlədilir. Bu türk tayfasının atasının çiy kərpicdən, yəni fırdan tikdiyi ev bu torpaqlarda tək olduğu üçün bu torpaqlara sonradan gələn insanlar bu evdən mayak kimi istifadə ediblər. Bu mayakın hesabına bu yaşayış məskəninin Ev-Fırata adı yaranır. Buzdaşma dövründən sonra bu ev qurulandan sonra torpaqlara köçən insanların hesabına bu ev böyüyərək şəhər halına düşür. Elə o gündən bu şəhər tarixə bu torpaqlarda yaranan ilk şəhər kimi düşür. Buzdaşma dövründən sonra ilk əkin sahəsi bu torpaqlarda yaranıb. Şumer sözü bu torpaqlarda əkilib becərilən əkin sahəsinə görə yaranıb. Torpaqlarda buzdaşma dövründən sonra ilk həyat quran, ilk yaşayış məskənləri salan türklər olub. Buna ən dəyərli sübutlardan biri bu torpaqlarda ilk salınan Ev-Fırata şəhərinin adıdır. Bu şəhərin adı üç türk sözünün birləşməsindən ibarətdir. Bu adda birinci olan ev sözü türk dilində olub yaşamaq üçün qurduğumuz tikiliyə deyilir. İkinci olan fır sözünün izahatını yuxarıda vermişəm. Üçüncü olan ata sözü türklər insanı dünyaya bəxş eləyən kişiyə deyir. Bu türk dilində olan Ev-Fırata yaşayış məskənində yaranan Şumel, İrak, Bağdad adları da türk dilindədir. Bütün bunlar buzdaşma dövründən sonra bu torpaqların ilk sakinlərindən biri türklər olmasına əsaslı sübutdur. Bu yuxarıda sərhədlərini göstərdiyimiz böyük dövlət İskəndərin dövrünə qədər davam edib. İskəndərin dövründən sonra bu dövlət 10 min illər Aralıq dənizində hökmranlıq edib. Bu dövlətin Aralıq dənizində böyük və güclü donanması olub. Bu dövlətin Aralıq dənizinə donanmasına rəhbərliyi, idarəçiliyi axırıncı dəfə Karfaqanlar edib. Deyə bilmərəm Karfaqanlar bu donanmaya neçə min il rəhbərlik edib. Bir onu deyə bilərəm ki, Karfaqanlar Roma imperiyası yaranana qədər Aralıq dənizində hökmranlıq ediblər. Romalılar Aralıq dənizinə Karfaqanlara qalib gələndən sonra imperiya qura biliblər. Bu məğlubiyyətdən sonra Karfaqanlar İspaniya torpaqlarına köçüblər. Bu böyük dövlətin sərhədləri 1000 illər qərbdən Atlantik okeanına, şərqdən Hindistan torpaqlarına, şimaldan Mərkəzi Avropa, cənubdan Hind okeanına və Mərkəzi Afrika qitəsinin torpaqlarına qədər uzanıb. Bu dövlətə ara-sıra Şimali Avropa qitəsində tayfa halında yaşayan xalqlarla Asiya qitəsinin şimalında olan böyük türk dövləti birləşərək yürüşlər ediblər. Bu yürüşlərin axırıncısı bizim eradan əvvəl axırıncı 1000 illiyin 700-600 illərində Skif yürüşü olub. Bu yürüş dövründə bu dövlətin əhalisinin böyük bir hissəsi öldürüldü. Donanması Qara və Aralıq dənizində böyük ziyanlıqlar gördü. Hərbisi tamamilə məhv edildi. Şahı öldürüldü. Skif yürüşündə iştirak edən hərbi birləşmələr 10 il bu dövlətin torpaqlarında qaldılar. Bu dövrdə bu birləşmələr bu dövlətin insanlarına divan tutaraq var dövlətliyini talan eləyirlər. Bu Skif yürüşündən sonra bu dövlət çöktü, torpaqları parçalandı. Bunlara baxmayaraq, dövlət az bir vaxtda bərpa olundu. Bu təzədən qurulmuş dövlətin ən parlaq dövrü müasir dövrdə elm adamlarının, tarixçilərinin dara saydıqları şahın dövründə olub. Bu şahın həqiqi adı haqqında heç nə bilmirəm və heç nə söyləyə bilmərəm. Bu şahın ləqəb adı Dəriyə olub. Bu adı bu şaha türk xalqı ağılına, qoçaqlığına görə verib. Bu şahın sayəsində Skif yürüşündən sonra dağılmış dövlət az bir müddətdə bərpa olub. Dağılmış dövlətin
dövlətin tez bir zamanda bərpasından sonra bu şahın ağlına heyran qalan xalq bu şaha Dərya ləqəbi verib. Bu ləqəb təmiz türk dilindədir. Türklər böyük həcmdə su tutumu olan sahələrə Dərya deyirlər. Müasir dövrdə türk dünyasında Dərya adında çoxlu kişi və qadın adları var. Amma müasir dövrdə elm adamlarının bu şaha qoyduğu Dara adında bir dənə də olsun adam yoxdur. Deməli, bu şaha qoyulan Dara adı saxtadır. Bu dövlətin ən böyük parçalanma dövrü 2-ci iqlim dəyişikliyindən sonra olub. Alimlərin hesabatına görə təxminən 8000 il bundan öncə, yəni bizim eradan əvvəl 14-cü min illikdə yer kürəsində 2-ci iqlim dəyişikliyi baş verib. Alimlərin hesabatına görə bu hadisə bir ildə baş verib. Bu hesabata görə yaz aylarında istilər başlanıb və qış ayına qədər aşağı düşməyib. Bu dövrdə yer kürəsinin temperaturu 15-20 dərəcə yüksələrək müasir dövrdə olan hala düşüb. Bu dövrdə, yəni yer kürəsində iqlim dəyişikliyi baş verən 1-ci il dövründə bu dövlətin 1000 illər qurduğu quruluş dağılır. Bu 1-ci il dövründə bu dövlətin yaratdığı əkinçilik, heyvandarlıq sahələri dağıldı. İnsan və heyvanların böyük əksəriyyəti aclıqdan, susuzluqdan məhv oldu. Bu dövlətin salamat qalmış insanları böyük əksəriyyəti, o cümlədən Ağirgin bütün nümayəndələrinin demək olar hamısı şimala köçdülər. Bu 2-ci iqlim dəyişikliyindən sonra bu dövlət öz torpaqlarının bir hissəsindən əl çəkmək məcburiyyətində qaldı. Çünki 2-ci iqlim dəyişikliyindən sonra dövlətin ixtiyarında olan Şimali Afrika torpaqları, Ərəbistan yarımadası istidən qum səhralarına çevrilərək yararsız hala düşdü. Buna baxmayaraq, dövlət ayağa qalxaraq öz nüfusunu bərpa elədi. 2-ci iqlim dəyişikliyindən sonra bu dövlətin hakim dairələri türklər oldu. Bəlkə də 2-ci iqlim dəyişikliyindən sonra bu dövlətin hakim dairələrində az da olsa Ağirgin nümayəndələri qalırlar. Onlar da türklərə qaynayıb qarışıblar. Avropa qitəsində ən böyük iz buraxan xalqlardan biri Qala xalqıdır. Qala xalqı. Bu xalq haqqında tarixdə məlumat azdır. Bu xalq haqqında tarixdə məlumatlar əsasən bizim eradan əvvəl 1-ci min illikdə rast gəlinir. Bu xalq demək olar Aralıq dənizinin kənarlarında, Avropa qitəsinin cənub tərəflərində, müasir Türkiyə torpaqlarında yaşayıblar. Bəs bu xalq kimdir? Hansı dildə danışıblar? Hansı dinə sitayiş ediblər? Hansı dövlətdə yaşayıblar? Bəzi məlumatlarda söylənilir ki, Karfaqanların həm də dünyanın tarixində ən böyük sərkərdələrdən biri olan Hannibal Romalılarla müharibədə ölməyib. O qaçıb Anadoluya, yəni müasir Türkiyə torpaqlarına, qohumlarının yanına gedib. O bu torpaqlarda ömrünün axırına qədər yaşayıb və Romalılara qarşı mübarizəni davam elətdirib. Mən yuxarıda qeyd eləmişdim ki, Karfaqanlar təmiz türklər olub. Müasir tarixçilər bu xalqın Aralıq dənizinin şərq tərəfindən Aralıq dənizinin sahillərinə yayıldığını söylüyor. Bu xalqın adı bu xalqın xasiyyətinə, qoçaqlığına görə yaranıb. Bu xalqın adı türk dilindədir. Xalqın adı 3 türk sözünün birləşməsindən ibarətdir. Karfaqaqat qan. Bu adda birinci kar sözü türk dilində olub qulağı eşitməyən canlıya deyilir. İkinci farağat sözü türk dilində olub sakit, təmkinli, asta canlıya deyilir. Üçüncü qan sözü türk dilində olub canlının bədənində axan qırmızı rəngdə məhlula deyilir. Bu 3 türk sözünün birləşməsindən yaranan kar farağat qan adı sonralar yuvarlaşdırılaraq Karfaqan halına düşüb. Bu adın mənası türk dilindədir. Bu türk tayfası təbiətçi sakit, hər sözə fikir verməyərək özünü karlığa qoyan və kimsə ona sataşsa onu qanına qəltan eləmək deməkdir. Yəni özünü karlığa qoyan farağat aparan bu türk tayfasını kimsə incitsə onu qanına qəltan edəndir. Bu tayfanın adının türk dilində olması və bu tayfanın Aralıq dənizinin sahillərinə türklərin qurduğu böyük dövlətdən yayılması xalqın türk olmasına əsas verir və sübutdur. Deməli, Karfaqanların milli qəhrəmanı, böyük sərkərdəsi olan Qanlı Bala, Anadoluya qohumları olan Qalaların yanına gedirsə, onda elə Qalalılar da türklərdir. Bir də bu xalqın Qala adı təmiz türk dilində olub türk sözüdür. Bu söz türk dilində bir neçə mənada işlədilir. Məsələn, hansısa yaşayış məskəninin hündür hasara alınan məkana qala deyilir. Hansısa hərbi hissəyə, hansısa insana yerindən tərpənməməyə yerində qal deyilir və s. Qala adında xalqlar əsasən türklərin buzlaşma dövründən sonra qurmuş olduğu böyük dövlətin torpaqlarında yaşadığı üçün, adının türk dilində olduğu üçün bu xalqın türklər olma ehtimalı daha böyükdür və inandırıcıdır. Buzlaşma dövründən sonra təxminən 15-14 min illiyində Şimali Afrika qitəsini, Avropanın cənubunu, Aralıq dənizinin həm quru, həm sulu hissəsini, bütün yaxın şərq torpaqlarını, Orta Asiya və Hindistana qədər böyük bir sahəni əhatə edən bir dövlətin Pesk adı çox maraqlıdır.
Bu adı, bu böyük təxminən 15-16 min il yaşamış və müasir dövrdə də yaşamağını davam edən dövlətə və yaxud imperiyaya adı kim fikirləşib tapıb? Hansı əsasa söykənərək bu adı qədim imperiyaya qoyublar? Alimlərin izahatına görə Pers xalqı bizim eradan əvvəl 1-ci min illiyin axırında və bizim eranın əvvəllərində İran torpaqlarını şərqi cənubunda Fars körfəzinə yaxın olan münbit olmayan torpaqlarda yaşayıblar. Tarixçilərin söylədiyinə görə bu xalq az bir müddətdə inkişaf eləyərək böyük bir ordu toplayıb bütün İran, Orta Asiya, Yaxın Şərq, Şimali Afrika, Anadolu torpaqlarını özlərinə birləşdirərək böyük bir imperiya yaradıblar. Bu imperiyanın adı elə bu xalqa görə Persk yaranıb. Çox maraqlıdır ki, bu ad ağ irqin nümayəndələri olan Avropa xalqlarının dilindədir. Persk meyvə adıdır. Mən deyə bilmərəm bugün bu torpaqlarda Persk adında meyvə bitirmi? Müasir dövrdə Slavyan xalqı türk dilində olan şaftalıya Persik deyirlər. Mən deyə bilmərəm müasir dövrdə İran torpaqlarında Persk adında xalq yaşayırmı və yaxud bu adda torpaq sahələri varmı? Bu ad bu böyük dövlət qoyulması faktıdır. Tarixdə bu adda heç kiçik dövlət də olmayıb. Bu adı bu dövlətə qoyan elm adamları unudurlar ki, bu dövrdə bu torpaqlarda İskəndər dövlət qurmuşdu və bu dövlətin sərhədi şimaldan Pamir dağına, Azərbaycanın cənub sərhədinə, qərbdən Bağdada qədər, cənubdan Fars körfəzinə qədər uzanan sahəni əhatə edib. Bu böyük dövlət olurla bu torpaqlarda ikinci böyük dövlətin yaranması imkansızdır. Bu sarı və ağ irqin rəhbərliyi ilə Hindistandan İspaniyaya qədər uzanan torpaqlarda qurduqları dövlətə hörmətsizlikdir. Bu adı bu böyük dövlətə qoymaqla ən azından sarı və ağ irqin nümayəndələrinin zəhmətini yerə vurub, onları qədim tarixdən çıxarmaq deməkdir. Mənə görə bu Persk adını qədimi dünya tarix dərsliyindən çıxarmaq lazımdır.